Qubanın İdrisi Qışlaq kənd sakinlərinin mavi yanacağı yoxdur. Şabran və Quba rayonlarının kəsişdiyi ərazidə bu kəndin yaxınlığından qaz xətti keçsə də İdrisi Qışlaq kəndinə qaz çəkilməyib. Mövcud vəziyyəti növbəti materialımızda araşdırmışıq, izləyək. Asfaltın bir hissəsi, yolun bir hissəsi Şabran rayonu ərazisi, digər hissəsi Quba rayonu ərazisidir. Cəmisi bir 50 metr məsafə var. İndi dəqiqlə baxmaq istəsə əgər. Məsələ burasından ki, həmin hissədə qaz yanır, bizdə yox. Qazsız qalan məhəllə və bu məhəlləyə birləşən digər küçələr Qubanın İdrisi Qışlaq kəndinə aiddir. Ərazidən qaz xətti keçsə də mavi yanacağa həsrət qalmışıq, deyir kənd sakinləri. Üzbəyüz qonşuları qaz yandırdıqları halda onlar odun və elektrikdən istifadə edirlər. Bizim yaxınlığımızdan, evimizin qabağından 10 metrədən Şabran rayonunun əhalisinin qazı var. Biz heç qaz çəkilməyib. Biz həyətimizdəki ağacları kəsib yandırırıq. Bağımızdakı ağacları mümkün deyil. İdrisi Qışlaq kəndi Qubanın qazlaşdırılmayan yaşayış məntəqələrindəndir. Ərazidən əsas qaz xətti keçir və bu da kəndin qazlaşdırılması üçün real imkan yaradır. Quba rayon İcra Hakimiyyətindən verilən məlumata görə İdrisi Qışlaq kəndi ilə yanaşı yaxınlıqda yerləşən daha bir yaşayış məntəqəsinin tezliklə qazlaşdırılması məqsədi ilə müvafiq qurumlara rəsmi müraciət olunub. Bizim ərazidə iki kənd qazlaşmamışdır. İdrisi Qışlaq və Gedik Qışlaq kəndləri. Həmin vətəndaşlar İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə əsasən müvafiq orqanlara rəsmi müraciət olunmuşdur. Əminik ki, yaxın vaxtlarda həmin ərazinin qazlaşması problemi aradan qaldırılacaq. Azərqaz İstehsalat Birliyinin mətbuat xidmətindən də məsələdən xəbərdar olduqlarını bildirdilər. Qeyd olundu ki, hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ramiz Ramazanlı, Polad Tahirov, İTV Xəbər, Quba.